Sumqayıt bulvarında gənc oğlan meyidi tapılıb. Doğru xəbər Azərbaycan Qafqaz İnfo istinadən bildirir ki, ekspertiza zamanı cəsədin 27 yaşlı Məstiyev Şəmşir Akif oğluna aid olduğu təsdiqlənib. Gəncin ölüm səbəbi tibbi ekspertizanın nəticəsindən sonra bilinəcək. Baş vermiş ölüm faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma işlərinə başlanılıb. Oğuz rayonunda 3 gündür itkin kimi axtarılan kişi asılmış vəziyyətdə tapılıb. Qafqaz İnfonun məlumatına görə 32 yaşlı Camal Əkbərovun meyidi Buxaz kəndindəki dağlıq ərazidə aşkar edilib. Hazırda prokurorluq hadisənin intihar və ya qətl olub-olmadığını araşdırır. Lənkəranda isə hostelldə qalan bir nəfər ölüb. Doğru xəbər Azərbaycan bildirir ki, həmin şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupunun əməkdaşları tərəfindən aşkar edilib. Bağlı qapı arxasında qalan şəxsin cəsədi otaqdan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib, faktla bağlı araşdırma aparılır.